Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrafil enbiya ve murselin seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah artıq Qurban bayramıdır və təbrik edirəm hamınızı. Bu müsəlmanların əziz bayramlarından biridir Ramazandan sonra. Elhamdülillah, yani bu bir fürsətdir həmçinin. Fürsətdir. Müsəlmanlar bir-birlərini təbrik eləsinlər, imkanı olan qurban kəssin, bayram günü hamısı xoş gün yaşasın, xoş keçsin bayram günləri, təşrik günləri, xüsusən bayramdan əlavə 3 gün. Çünki bayram günləri Allah'a zikr etmək, Allah'a uzatmaq günüdür, təbrik günüdür, yardım günüdür. Çox məsələlər, bağışlamaq günüdür. Əgər nəsə qəlbində nəsə kiməsə qarşı var, çalış olmasın. Yəni bayramdan sonra dəyişkinə, təmizlər. Yəni əsas hikmətlərindən də biri budur dinin. Və necə qeyd etdik, təkbir günləridir. Təkbir yəni zikr günləridir. Allah Subhanahu taala buyurur ki: "Və-litukmilul iddete və-litukabbirullaha ala ma hadakum və la'allakum təşkurun." Yəni təkbir Allah Subhanahu taala işarə edir bu günlərə, zikr günləridir ki, bəlkə şükür edən qullardan olarsınız. Yəni, ona görə elhamdülillah Allah'a zikr etmək, Allah'a ibadət eləmək, onu şükür etməkdir. Elhamdülillah bayramımızı təbrik edirəm, mübarək. Allah bizdən, sizdən qəbul etsin. Vəssalamu aleykum və rahmetullahi və berekatuhu.